Axşamınız xeyir olsun əziz tələbələr. Necəsiniz? Ümidvaram ki, gününüz xoş keçir. Bugün sizlərə Atropatena dövləti haqqında dərs keçəcəyik. Uşaqlar, ilk öncə deyə bilərik ki, bilirik ki, biz eramızdan əvvəl 327-ci ildə Makedoniyalı İskəndər şərqə yürüş etmişdi. Şərqə yürüş zamanı Hindistan bura daxildir. O bura yürüş edən zaman geri qayıtmalı oldu. Çünki həm öz ölkəsində Baryaks üsyanı baş verir, həm də eyni zamanda orada əhalinin müqaviməti rastlaşmışdı və öz əsgərləri yorulub əldən düşmüşdü. Və bu yüzden o Makedoniyaya yenidən dönməyə məcbur olur. Belə olur ki, o eramızdan 323-cü ildə ölür. Və onun imperiya kimə tapşırılır? Perdiklə. Nə vaxt? Eradan əvvəl 323-cü ildə. Lakin Perdiklə vəfatından sonra Atropatena dövləti yaranır. Atropatena dövlətinin yaradıcısı, yəni 321-ci ildə Perdiklə ölür və Atropatena dövləti yaranır. Atropatena dövlətinin başçısı Atropat olur. Yəni dövlətin adı məhz Atropatın adından götürülmüşdür. Atropat Atropatilər sülaləsi nümayəndəsi olmuşdur. Atropatena əsasən quldar monarxiya dövləti idi və dövləti hansı sülalə idarə edirdi? Atropatilər sülaləsi. Aydındır. Burada xəritə hissəsinə diqqətlə baxırıq ki, Xəzər dənizinin aşağı hissəsində, yəni cənubda yerləşir nə? Paytaxtı Qazaka olan Atropatena. Deməli, paytaxtı haraydı? Qazaka. Hökmdarı kim idi? Atropat. Ərazisi harasıdır? Azərbaycanın, yəni Cənubi Azərbaycan. Aydındır. Uşaqlar, aydın oldu. Azərbaycanın cənubunda yaranmış ilk dövlət hansı idi? Manna. İkinci dövlət hansı? Atropatena. Aydındır. Bu xəritədə burada yerləşir. Uşaqlar, Atropatena tayfalarının əsasını haqqında danışmaq istəyirəm. Burada var idi Müyük, Maq, Matay, Kaspi, Kadus tayfaları var idi. Və məsələdən əvvəl 4-cü əsrdə Azərbaycan ərazisi vahid türk xalqı yaranmağa başladı. Aydındır. İndi gələk uşaqlar nəyə? Atropatenanın apardığı döyüşlər. Belə ki, eradan əvvəl 3-cü əsrdə Roma və Selevkilər arasında geniş ərazi əldə etmək uğrunda mübarizə başlanıldı. Və bu zaman Atropatena hökmdarı Artapazanın hakimiyyəti dövründə Atropatena dövləti Selevklərin hücumuna məruz qalır. Nə zaman? Eramızdan əvvəl 223-cü ildə Selevk hökmdarı 3-cü Anitoksun Atropatenaya hücumu nəticəsində Artapazan müharibəyə hazır olmadığı üçün məğlub olur və eradan əvvəl 223-cü ildən 190-cı ilə qədər Atropatena Selevklərin təsiri altında qalır. Belə ki, eradan əvvəl 190-cı ildə tərəflər arasında, yəni Roma ilə Selevklər arasında Magneziya döyüşü baş verir. Bu Magneziya döyüşündə Romalılar qalib gəlir və Selevklər süqut eləyir, dövləti parçalanır və Atropatena yenidən necə olur? Müstəqil olur. Nəyə görə müstəqil olur? Çünki o kimin əsarəti altındaydı? Selevklərin əsarəti altındaydı. Nə baş verdi ki, onlar Selevklərin əsarəti altından çıxdı və müstəqil oldu? Magneziya döyüşü nə vaxt oldu? 190-cı ildə. Kimlə kim arasında? Roma ilə Selevklər arasında. Aydın oldu bura. Daha sonra eramızdan əvvəl 2-ci əsrdə bilir ki, ön Asiyada artıq ağalıq uğrunda mübarizə başlanıldı. Belə olan halda Roma ilə Parfiya dövləti arasında, yəni Roma ilə Parfiya arası da artıq bu şeyə qoşuldu mübarizəyə. Və Parfiya və Atropatena Roma hücumlarından qorumaq üçün bir-biri ilə nə edir? Dostluq əlaqələri yəni yaradır. Belə ki, eramızdan əvvəl 1-ci əsrin 1-ci yarısında Rukul və Pompeyin başçılığı ilə əsasən şərqi yürüş baş verdi. Bu zaman Atropatena öz müstəqilliyini qoruyub saxladı. Atropatena Romadan asılı vəziyyətə düşmüşdü amma. Belə ki, eramızdan əvvəl 53-cü ildə deməli Kara döyüşü baş verir. Bu döyüş Roma və Parfiya arasındaydı. Eramızdan əvvəl 53-cü ildə Kara döyüşü kimlər arasındaydı? Parfiya və Roma arasında. Kim qalib gəlir? Təbii ki, sonunda Parfiya. Deməli, burada 10.000 süvari və 40.000 piyada var idi. Aydındır. Yəni, burada Atropatenalar da yəni, nə eləmişdi? Bu, Parfiyaya kömək elədiyi üçün burada qalib gəlmişdi. Eradan əvvəl 38-ci ildə isə Romalılarla Parfiya arasında növbəti döyüş zamanı Romalılar qalib gəldi, Parfiyalılar məğlub oldu. Aydındır. Sonra eramızdan əvvəl 36-cı ildə Antoni şərqi yürüşü baş verir. Yəni, Antoni Atropatenaya nə edir? Hücuma keçir. Bu döyüş zamanı Antoni deməli Fraspa döyüşü baş verir. Nə zaman? Eradan əvvəl 36-cı ildə. Fraspa döyüşündə Romalılar Fraspa şəhərini tuta bilməyərək geri çəkir. Yəni bu döyüşdə Atropatenalar qalib gəlir. Aydındır. Bu zaman Antoni döyüş zamanı 10.000 nəfər, ümumilikdə isə 35.000-dən yaxın əsgərini itirdi. Aydındır. Bu zaman kim idi Fraspa döyüşündə Atropatena hökmdarı? Artabaz idi. Aydın oldu. Deməli, eradan əvvəl 20-ci ildə Artabaz vəfat edir. Və vəfatından qabaq nə etmişdi? Oktavian Avqustun danışmışdı ki, oğlu
deməli Areoparzanı məhz Oktavian Avqustun yanına göndərmişdi. Və belə ki, Eradan əvvəl 20-ci ildə bu vəfat edir ki, yəni Areoparzanın atası Areoparzanın atası kim idi? Artabaz idi. Deməli, həmin bu Artabaz vəfat edir Eradan əvvəl 20-ci ildə və Areoparzan Atropatenada hakimiyyətə gəlir. Kimi sayəsində? Oktavian Avqustun səyi ilə, köməyi ilə. Amma təbii ki, o da çox hakimiyyətdə qala bilmir. Yəni o çox hakimiyyətə qala bilmir. Eramızın 20-ci, baxın uşaqlar, fikir verin, nə deyirəm, eramızın. Ya artıq eramızın əvvəl sözü qutardı. Bizim eranın 20-ci ilində Atropatilər sülaləsinin sonuncu nümayəndəsi Areopagın vəfat etməsi ilə Atropatena dövləti süqut elədi və Atropatena Parfiyan Arşakilər sülaləsinin hakimiyyəti altına qatıldı. Nə zaman? Eramızın 20-ci ildə. Deməli, kimin təşkilinə qatıldı? Parfiyan Arşakilər sülaləsinin. Aydındır. Buradakı hökmdarları görürsünüz uşaqlar. Baxın, məsələ bunları siz öyrənsəz, bunların yəni dövrü nələr baş verib imtahan demək olar ki, hazırsınız. Aydındır. Gəlir Atropatenanın uşaqlar biz nə ilə? Təsərrüfatına. Onlar əsasən əkinçilik, maldarlıqla məşğul olurdu, duluzçuluq, metal işləmə əsas yer tuturdu. Burada Makedoniyalı İskəndər adından kəsilmiş pullar tapılmışdı. Ticarətdə geniş puldan istifadə olunurdu və zəngin neft yataqları var idi. Aydındır. Eradan əvvəl 2-ci və 3-cü əsrlərdə Atropatenada quldarlıq quruluşu böhran keçirirdi. Daha sonra uşaq Atropatenanın Qazaka, Furaspa, Fanaspa, Aqzana kimi şəhərləri var idi. Burada Kerifto məbədi inşa olunmuş Atropatenada. Daha sonra Ellen Yunan mədəniyyəti Atropatena və Albaniya mədəniyyəti böyük təsir göstərmişdi. Zərdüştlük dini burada əsas din idi. Zərdüşt dini eramızın əvvəl 7-ci əsrin ikinci yarısı və eramızın 6-cı əsrin əvvəllərində yaşamış Zərdüşt peyğəmbər adı ilə bağlı kitablar nə idi uşaqlar? Əsasən bunlar Zərdüştlü ateşpərəstlik dininə sitayiş edirdilər. Odu, suyu, torpağı özlərini müqəddəs hesab edirdilər. Hal-hazırda bayramında keçirilən bu odu snoplanmaq deyil, ağırlığımız, uğurluğumuz bu odda qalsın. Məhz bu adət bizim hardan gəlir? Zərdüşt dinindən. Aydındır. Kitabları isə Avesta idi. Daha sonra bu qədər uşaqlar. Bunu bilsəz, yəni Atropatena haqqında çox da bir şey ehtiyac yoxdur. Burada Kerifto məbədindən bir danışım sizə. Kerifto məbədi Herakla məxsus idi. Və əsasən abidənin giriş hissəsinin üstündə Yunan dilində yazı həkk olunmuşdu. Bu Heraklə sitayiş olunduğunu sübut edir. Aydındır. Bu qədər uşaqlar. Sağ olun.